Bizim ən dəvəli sifarişimiz standart menyumuzdan 2 dəfə artıq olmuşdur. Hətta bəlkə bəzi toylardan daha üstün bir süfrə, daha üstün bir ehsan məclisi təşkil olunmuşdur. Adət-ənənə yoxsa dəbdəbə axtarışı? Əcəl aldı, yer gizlədi. Ölüyə dəbdəbə lazımdır. Toyda, yazsa israf olmalı deyil də, yəni. Öyle qalır bir qıraqda. Hamı dana axtarır. Axırıncı məclisin verirəm deyə daha yaxşı vermək istəyirəm. Yazsın, öz yeri var, toyun öz yeri. Mənə elə gəlir ki, elə bil ki, kiminsə ölüsü öləndə elə bir sevincək olur. Bugün yaz süfrəsinin menyusunda bircə quş südü yoxdur. Ölü yaxınları ehsan süfrəsini dəbdəbə yarışına döndərib. Heç kim bir-birindən geri qalmaq istəmir. Belə desək, süfrəsi biraz zəif olanı da topa tuturlar. İnsanların psixologiyasını yaxşı bilən mərasim zalı sahibləri də hər kəsi razı yola salacaq menyular tərtib edirlər. Menyu qiymətləri bizdə minimum 15 manatdan başlayır. İstəklər artdıqca menyu qiymətləri artır. Bizim ən dəvəli sifarişimiz standart menyumuzdan 2 dəfə artıq olmuşdur. Bir banket menyusu kimi istəmişdi bizdən. Hətta bəlkə bəzi toylardan daha üstün bir süfrə, daha üstün bir ehsan məclisi təşkil olunmuşdur. Bəs bu yanaşma nə dərəcədə düzgündür? Bahalı menyu axtarışı ölünü o biri dünyada daha hörmətli edir, yoxsa dirinin ad-sanını artırır? O ehsan məclislərini ehsan da adlandırmaq olmaz. Çünki orada yemək yeyilir və sonra da pul yığılır. Adı ehsan olsa da o yas məclislərində yeyilən yeməklər ehsan hesab olunmur. Həzrət Peyğəmbərin buyruqlarında və vəfat etmiş insana digər insanlar, digər müsəlmanlar əksinə ərzaq yemək aparıblar, onlara kömək ediblər ki, yəni bu şəxslərin hazırda başı qarışıqdır, qəmlidir və həmin vaxtda onlar yemək hazırlayıb insanlara təqdim edə bilməzlər. Əksinə o ev sahiblərinin özlərinin yeməsi üçün insanlar onlara yemək aparıbdır. Və bunun daha çox sosial auditoriya hesablanmış göstəri xarakterindədir. Sanki bir sosial yarışdır. Kim dəbdəbəli toy edəcək, kim dəbdəbəli yas mərasimi keçirəcək. Burada əsas udam, şadlıq evləri və mərasim zallarıdır. İmkanlı şəxslər, elita, maddi cəhətdən təminatlı insanlar örnək hərəkətlər göstərməlidir. Daha təvazökar tədbirlər keçirməlidir. Orta və aşağı təbəqələrin nümayəndələri də onlara baxıb örnək götürməlidirlər. Nə bahalı yas mərasimi, nə də yüksək keyfiyyətli kətan. Heç kim bu dünyadan özü ilə bərabər maddi dəyərlə ölçülən nəsə aparmır. Heç kim rəhməti o öləndən sonra verilən ehsan süfrələrində qazanmır. Çalışaq bu dünyadan o birinə yaxşı əməllərimizlə köçək ki, cənnətin qapıları üzümüzə bağlı olmasın.